Hər vaxtınız xeyir. Bugünkü mövzumuzun mərkəzində iki nəhəng dayanır. Nikola Tesla və Thomas Edison. Amma onların hekayəsi, bilirsiniz, sadəcə bir rəqabət deyil. Bu, innovasiya, marketinq və uğurun əslində nə olduğu haqqında zamanın fövqündə dayanan bir dərsdir. Gəlin, bu hekayəyə birlikdə başvuraq. Bu cümlə kifayət qədər iddialı səslənir, elə deyilmi? Amma inanın, bu heç də şişirtmə deyil. Gəlin düşünək, dəyişən cərəyan, elektrik mühərriki, radio, bunlar olmadan müasir həyatımızı təsəvvür etmək ümumiyyətlə mümkün deyil. Elə indi məni dinləməyiniz belə birbaşa onun kəşfləri sayəsində. Və baxın, elə burada hekayənin ən böyük paradoksu ortaya çıxır. Bir tərəfdə bütün dünyamızı dəyişən, amma bir otel otağında tənha və kasıb ölən bir dahi. Digər tərəfdə isə texniki olaraq haqsız olmasına baxmayaraq, var dövlət və şöhrət içində dünyadan köçən rəqibi. Axı bu necə ola bilər? Sual budur. Niyə? Amma düşünməyin ki, bu sadəcə keçmişdə qalmış bir hekayədir. Əsla. Buradakı dərslər, inanın, bugün hər birimiz üçün çox aktualdır. Yəni, bu təkcə iki ixtiraçıdan yox, həm də ideyaların necə qəbul olunmasından, marketingin gücündən və uğurun əslində nə demək olduğundan bəhs edir. Gəlin elə ilk və bəlkə də ən acı dərsdən başlayaq. Bilirsiniz, haqlı olmaq heç də həmişə qalib gəlmək demək deyil. Dünya belə işləmir. Və təəssüf ki, bu, Tesla'nın öz təcrübəsində çox ağrılı bir şəkildə öyrəndiyi bir həqiqət idi. Bax, bu zaman oxuna bir diqqət edin. Bütün faciəni çılpaqlığı ilə ortaya qoyur. Bəli, sonda texniki olaraq Tesla haqlı çıxdı, onun sistemi qalib gəldi. Amma nə vaxt bu qələbə onun üçün o qədər gec gəldi ki, düşünün, Edison'un sonuncu sabit cəryan xətti New Yorkda nəhayət ki bağlananda Tesla artıq 60 ildən çox idi ki, yoxsulluq içində ölmüşdü. Deməli, həqiqət qalib gəlir. Amma bəzən o qədər gec qalib gəlir ki, onun uğrunda vuruşan insana heç bir faydası olmur. Yaxşı, bəs niyə belə olur? Niyə haqlı olmaq bəs etmir? Çünki real dünya, bilirsiniz, bir laboratoriya deyil, tamamilə başqa qaydalar işləyir. Ola bilsin ki, sizin ideyanız zamanınızı qabaqlayır. Ya da ideyanı necə qablaşdırdığınız, necə təqdim etdiyiniz, ideyanın özündən daha önəmli olur. Və bəzən də sadəcə olaraq ən bərkdən qışqıranın səsi eşidilir. Amma bu o demək deyil ki, təslim olmaq lazımdır. Yox, bu o deməkdir ki, oynadığın oyunun qaydalarını bilməlisən. Və bu da bizi gətirib çıxarır ikinci çox vacib məqama. Marketingin gücü. Yəni bir fikri insanlara çatdırmaq bacarığı. Bax bu, Tesla'nın ən zəif nöqtəsi, Edison'un isə demək olar ki, super gücü idi. Təsəvvür edin, Tesla ağlında bütün ixtiranı, hər bir detalını tam işlək vəziyyətdə canlandırırdı. İnanılmaz bir qabiliyyət idi. Amma problem nə idi? Dünya belə mürəkkəb bir vizyonu almır. Dünya sadə, anlaşıqlı olanı alır. Edison isə məhz bunu edirdi. Onun yanaşması daha bəsit idi, daha asan başa düşülürdü və buna görə də daha rahat satılırdı. O, sanki insanların dilini bilirdi. Baxın, əsas məsələ budur. Əgər sən başqalarından daha uzağı görə bilirsənsə, deməli onlara bunu izah etmək üçün onların səviyyəsinə enməlisən. Bu da bir məsuliyyətdir. Amma Tesla sanki bu enməyi özünə sığışdırmadı. O öz dahi zirvəsində tək qalmağı, anlaşılmamağı seçdi. İndi isə gəlin biraz da bu dahiliyin şəxsi tərəfinə, onun ödətdiyi bədələ baxaq, yəni tənhalığa. Tesla'nın seçimləri onu addım-addım necə dərin bir təcrübədə apardı. Onun idealları o qədər böyük idi ki, düşünün, o bir tərəfdaşını müflis olmaqdan xilas etmək üçün ona milyonlar qazandıracaq patentlərindən bir an belə düşünmədən imtina etdi. Bütün dünyaya pulsuz enerji vermək kimi bir xəyalı var idi. Amma bilirsiniz, bu cür sərhədsiz səxavət sonda özünə hörmətsizliyə çevrildi. Dünya onun bu hədiyyələrini götürdü, bəli, amma ona təşəkkür etməyi, onun dəyərini bilməyi unutdu. O hər şeyi verdi, amma özü üçün heç nə saxlamadı. 3327. Bu rəqəm sadəcə bir nömrə deyil. Bu, onun tənhalığının, təcridinin bir simvoludur. Həyatının sonunu keçirdiyi və tək-tənha canını tapşırdığı otel otağının nömrəsi. Və ən acısı odur ki, cəsədi qapıdakı narahat etməyin yazısının arxasında düz 2 gün sonra tapıldı. Burada çox dərin bir fikir var. Tənhalıq, bəli,
bir məqsəd üçün alət ola bilər. Amma o aləti niyə əlinə götürdüyünü unudanda, o alət sənin həbsxanana çevrilir. Tesla da məhz bunu yaşadı. Fokuslanmaq üçün seçdiyi tənhalıq zamanla onun içindən çıxa bilmədiyi bir qəfəs oldu. Və beləliklə gəlib çatırıq bütün bu hekayənin bəlkə də ən vacib sualına. Məsələ heç də kimin haqlı, kimin haqsız olması deyilmiş. Əsl sual budur. Onlar ümumiyyətlə hansı oyunu oynayırdılar? Baxın bu cədvəl məncə hər şeyi izah edir. Onlar eyni meydanda deyildilər. Tamamilə fərqli oyunlar oynayırdılar. Tesla dünyanı dəyişmək oyununu oynayırdı. Edison'un oyunu isə dünyaya sahib olmaq idi. Və ən maraqlısı nədir bilirsiniz? Hər ikisi də öz oyununu utdu. Hər ikisi də qalib gəldi. Sadəcə qələbələrinin mükafatı da ödədikləri bədəldə tamamilə fərqli idi. İndi isə bu sualı gəlin özümüzə verək. Siz hansı oyunu oynuyorsunuz? Sizin üçün uğur nə deməkdir? Və ən vacibi, bu oyunun sonunda əldə edəcəyiniz qələbənin bədəlini ödəməyə hazırsınızmı? Və sonda bir anlıq düşünək. Bəli, Tesla pul və şöhrət oyununda uduzdu. Bu bir faktdır. Amma bugün elə bu an işığı yandırmaq üçün əlinizi düyməyə atanda siz əslində Tesla'nın qələbəsinə toxunursunuz. Bəlkə də onun üçün əhəmiyyət kəsb edən yeganə qələbə elə bu idi.